son verilişidir bizim 2 saata yaxın, təqribən 1 saat 52 dəqiqə xidmətinizdə olduq. Hər halda umud edirəm ki, gələn il bizə xoşbəxtlik ili olsun. Xalqımıza uğur gətirsin. Uğurlu il olsun. Bərəkətli il olsun. Hər halda yeni ili də sizə təbrik, yenə də təbrik deyirəm. Umud edirəm inşallah Allah bizi bu zülmdən, bu fəlakətdən, bu fəqrdən millətimizi qutarsın və bizim azadlığımızı təmin etsin. Allahımızca biz üz gətirib bu bərəkətli, bu gözəl ayda, bu Ramazan ayında, bu Həzrət Əlinin şəhadəti devrində, çağında ki, onunla üzbə-üzük, ona mütəvəssil olaraq deyirik ki, ilahi, bu gözəl bəndələrizə görə, bu gözəl insanlarıza görə bizim millətimizin azadlığını təmin et. Bizə nəcat ver ki, bu cür qəddar hakimiyyətin, Xümeyni kimi cəllad lənətullahlara və Xameneyi kimi kəsafət hökumətlərin əlindən bizi qutar ki. Bundan sonra bizim sözümüz yoxdur. Son verilişimiz oldu bu il. Sizi hamımızı Allaha tapşırırıq. Yeni ildə yenə sizin xidmətinizdə olub və nə verilişlər aparacağıq. Sağ olun, şad qalın, Allah'a əmanət.